Azərbaycan teatr və kino sənətinin görkəmli xalq artisti və tanınmış aktrisa Nəsibə Zeynalova 1916-cı ildə Bakıda anadan olub. Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərərək Milli Aktyorluq Məktəbinin inkişafına mühüm töhfələr verib və bir-birindən yadda qalan obrazlar yaradıb. Onun yaradıcılığında komediya janrı xüsusi yer tutub. 1978-ci ildə çəkilmiş Qaynana filmində canlandırdığı Cənnət xala obrazı Azərbaycan kinosunun klassik nümunələrindən sayılır və sənətkarın yaradıcılıq zirvəsi kimi qiymətləndirilir. Sənətdə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının xalq artisti fəxri adına və bir sıra dövlət mükafatına layiq görülüb. 2004-cü ildə Nəsibə Zeynalova uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. Bu itki mədəniyyət və incəsənət sahəsində dərin iz buraxıb. Azərbaycan incəsənətində iz qoymuş, obrazları ilə tamaşaçıların qəlbində yaşayan Nəsibə Zeynalova Azərbaycanın milli incəsənət tarixində əvəz olunmaz aktrisa kimi qalır. Onun adı və sənəti daim hörmətlə alınır. Məkanı cənnət olsun. Səni Allah vurmuşdu. Mənə də cənnət deyirlər. Aləmi dağıdaram.